Salam, hörmətli Ortexnika və Elektronika vəzkarları. Bugün ölçü cihazlarının tanınmayan qəhrəmanlarından olan meqometrdən danışacağıq. Araşdıracağıq ki, niyə meqometr elektrik ölçü cihazlarının belə vacib hissəsidir və niyə bu ölçü cihazından istifadə etməyi bacarmaq bizə vacibdir. Videoya başlamazdan əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Siz Erlab kanalındasınız. Meqometr bir meqon və ondan daha yüksək nominallarda müqavimətləri ölçmək üçün istifadə olunan elektrik ölçü cihazıdır. Bu cihazda əsasən izolyasiya müqavimətli ölçülür. Yəni meqometr kabel, mühərrik, transformator və digər elektrik avadanlıqlarının izolyasiya vəziyyətini yoxlamaqda əvəz olunmazdır. Deyə bilərsiniz ki, hə, nə olsun? Baxın, elektrik mühərriklərində izolyasiya zədələnibsə, mühərrik isə qapanma verəcək. Elektrik kabellərində kabeldəki izolyasiya zəifdirsə, qısa qapanma və elektrik cərəyan sızması baş verə bilər. Bu hadisənin qarşısını almaqda, həmçinin transformatorlarda izolyasiya sınaqları keçirməkdə və elektrik panellərində, avadanlıqlarında texniki baxış zamanı meqometrlərdən istifadə olunur. Deyə bilərsiniz, adi multimetrlərdə bu işi görə bilərəm. Yaxşı. Baxın, bu koaksal kabeldir. Bildiyiniz kimi koaksal kabellər 4 təbəqədən ibarət olur. Daxil keçirici, siqnal daşıyan həssassadır, izolyasiya və ya dielektrik qat daxil keçiricini xarici təbəqədən ayırır və siqnalın yayılmasını tənzimləyir. Ekran elektromaqnit müdaxilədən qoruyur. Adətən metal tor və ya folqa şəklində olur. Xarici örtük fiziki zədələrdən və ətraf mühitin təsirindən qoruyur. Plastik materialdan hazırlanır. Bu cür, yəni belə qalın koaksal kabellər mobil şəbəkələrin baza stansiyalarında antenaları siqnal ötürmək üçün istifadə olunur. Bu kabellər yüksək tezlikli siqnalları uzun məsafəyə az itki ilə çatdırır. Xəttin bütövlüyünü bəli, adi multimetrlə yoxlamaq asandır, amma izolyasiya zədələnməsini bizə deyə bilərmi? Yoxlayaq. Multimetri diod rejiminə qoyaq və şupun birini koaksal kabelin daxil keçiricinə, digərini isə ekrana toxunduraq. Multimetrdə dəyişiklik yoxdur. Deyə bilərsiniz ki, bu ən sadə multimetrdir. Bahalı multimetrlər daha dəqiqdir. Ona görə də bahalı multimetrlərlə yoxlayaq. Multimetrə görə koaksal kabel izolyasiya təbəqəsi əladır. İndi isə bugünkü qonağımızı çağırın. Kabelləri yerinə otuzdurun. Qısa qapanma olsa əqrəb geri qayıdacaq. Qutlar bir-birini toxundurun. Meqometr işləkdir, düz qoşulub. İndi isə koaksal kabeldə yoxlayaq. Zafer korkma Zafer. Gördünüz, kısa kapanma oluyor. Zafer. Vay. Koaksal kabelimizin hansı hissəsində izolyasiya təbəqəsi tamamilə məhv olub. Bu kabel istifadə tamamilə yararsızdır və bilməyərəkdən belə bir kabelin istifadəsi stansiyada hər hansı bir və ya bir neçə blokun tamamilə sıradan çıxmasına gətirib çıxara bilər. Hə dostlar, bu təqdimatda göstərmək istədim ki, meqometr sadəcə cihaz yox, təhlükəsizliyin açarıdır. Onun istifadə etməyi bacarmaq həm texniki bilik, həm də peşəkarlıq göstəricidir. Əgər siz də elektrik sahəsində işləyirsinizsə və ya maraqlanırsınızsa, bu cihazı tanımaq mütləqdir. İndi isə gəlin meqometrin quruluşuna və istifadəsinə daha yaxından baxaq. Mənim əlimdə YS0202 2G modelində meqometr var. Bu cihaz həm sadəliyi, həm də etibarlılığı ilə tanınır. Cihazın ümumi quruluşuna diqqət yetirək. Əsas gövdə, bütün elektron elementlər burada yerləşir. Göstərici cihaz əqrəbli şkaladır, ölçmə nəticəsini göstərir. Qütb ucları, şupların qovuşulduğu dəliklərdir. Ölçmə diapazonunu seçmək üçün çevirgəc. Gərginlik seçici rejim çevirgəci. Ən sonunda isə enerji mənbəyi, bizim halda fırladılan əl dəstəkli generator. Yeni modellərdə batareya ilə əvəz olunur. Analog göstərici əslində iki hissədən ibarət olur. Birinci və ikinci hissə.
Aşağıda ölçmə diapazonunu seçmək üçün çevirgəc var. Birinci rejimdə o 0-dan 50 megaohm'a qədər, ikinci rejimdə isə 50 megaohmdan 10.000 megaohm'a qədər müqavimət ölçür. Ona görə birinci rejim qoyub əl dəstəyi ilə fırladanda əqrəb sola, yəni müqavimət daha çox olan istiqamətdə, ikinci rejimdə isə sağa tərəf hərəkət edir. İkinci çevirgəc isə gərgin seçici çevirgəcdir. Bəzi modellərdə 100 volt gərginlik də olur. 100 volt həssas cihazların izolyasiyasını yoxlamaq üçün, 500 volt aşağı gərginlik kabellər üçün, 1000 volt ən çox istifadə olunan rejimdir, 2500 volt yüksək gərginlik avadanlıqlar üçün nəzərdə tutulub. Diqqət edin, ölçmə zamanı seçilmiş gərginlik test edilən obyektə verilir. Buna görə də güvənli işləmək çox vacibdir. Meqometrin əl dəstəyini fırladanda içindəki mexaniki generator hərəkətə gəlir. Bu, cihazın içindəki generator mexanizmini işə salır. Bu generator gərginlik yaradır və cihazın çıxış terminalına ötürülür. Bu gərginlik test ediləcək obyektin, məsələn, kabelin, mühərrikin və başqa avadanlıq izolyasiyasına tətbiq olunur. Generator gərginliyi tətbiq etdikdən sonra cihazın əqrəb göstərici izolyasiyasının müqavimətini ölçməyə başlayır. Cihazın fırladılması ilə gərginlik artır. Buna görə də müqavimət ölçmə diapazonu genişlədir və müxtəlif gərginliklərdə ölçməyə imkan yaradır. Əgər obyektin izolyasiyası yaxşı vəziyyətdədirsə, cihazın əqrəbi sonsuz müqavimətə doğru gedəcək. Bu, izolyasiyanın heç bir elektrik cərəyanı keçirmədiyini göstərir. Əgər izolyasiya zədələnibsə və ya zəifdirsə, əqrəb daha aşağı müqavimətə doğru hərəkət edəcək. Yüksək cərəyanın tətbiq edilməsi nəticəsində bu daha asan aşağı edilir. Baxın, cihazın üzərində görürsünüz, 2500 volt qeyd olunub. Bu, bəzi izləyicilərə qorxu yarada bilər. Amma narahat olmayın. Bəli, bu cihaz 2500 volta qədər test gərginliyi verə bilir. Amma bu çox aşağı cəryanla, yəni mikroamperlərlə baş verir. Yəni, bəli, gərginlik yüksəkdir, amma cəryan zəifdir. Elə buna görə də bu ölçmə zamanı insan üçün təhlükə yaratmır. Təbii ki, hər halda ehtiyatlı olmaq lazımdır. Amma bu, heç də elektrik şoku vermək üçün nəzərdə tutulmayıb. İndi gəlin şupları qoşaq. İki əsas kabelimiz var. Kabelin biri iki hissəyə ayrılır. Ayrılan hissədə Rusun E hərfi var. Yəni ekran. Meqometrdə E yazılan dəliyi tapıb, ora qoşuruq. Digər şupu isə hər hansı bir boş olan dəliyə. Sonda isə bu şupuda boş qalan dəliyə taxırıq. Burada əsas ekran dəliyini düzgün qoşmaqdır. Meqometrin istifadəsi sadədir, amma ardıcılla getmək vacibdir. Gəlin mərhələli şəkildə baxaq. Ölçmə aparılacaq avadanlıq enerjidən ayrılmalıdır. Bu bir nömrəli şərtdir. Cihaz açıq qalmamalıdır. Amma avadanlığa yaxınlaşmadan öncə özünüz də dielektrik əlcəklə silahlansanız yaxşı olar. Dayanma, davam elə. Amma dielektrik əlcək dedim. Bu da işə yarar. Nəsə, harada qalmışdıq? Ən uyğun test gərginliyi seçilir. Əgər həssas avadanlıqlardırsa, 100 voltdan 250 volta qədər bəs edir. Mühərrik, transformator kimi avadanlıqlar üçün isə 500 voltdan 1000 volt seçilir. 2500 volt isə xüsusi hallarda daha yüksək izolyasiya testləri üçün nəzərdə tutulur. Şuplar qoşulur. Şuplar kabelin və ya avadanlığın uclarına qoşulur. Və ən sonda generator fırladır və əqrəb izlənilir. Əgər əqrəb sonsuzluğa yaxın dayanırsa, izolyasiya yaxşıdır. Əgər azalıbsa, bu artıq təhlükə siqnalıdır. Bir məqam da var. Bəzi mühərriklərdə, transformatorlarda yüksək və ifrat yüksək tezlikli işləyən avadanlıqlarda, bu kondensatorlarda ola bilər, kabellərdə, həmçinin dalğa ötürənlərdə də.
nəm və ya çirklənmə də izolyasiya müqavimətini azalda bilər. Meqometrlərlə bu da üzə çıxır. Ona görə texniki baxış zamanı bu testin aparılması çox vacibdir. Öz şəxsi təcrübəmdən misal çəkmək istəyirəm. Bəzən yüksək tezliklə işləyən kondensatorlara və ya kabellərə, fərqi yoxdur, lap dalğa ötürənlərə baxış keçirdəndə izolyatın sonsuzluğa yox, 10.000 meqohmdan biraz az olduğunu görürsən. Lap olsun 10.000 meqohm. Təcrübəsiz radiotexniklər bunu işlək hesab edir. Ötüb keçirlər. Amma dostlar, sizin meqometr onu yalnız 2500 voltla yoxlayır. Siz kabeli qurğuya bağladıqda, əgər yüksək tezliklə işləyən avadanlıqlardırsa, onda 3 MHz-dən 300.000 MHz-ə qədər tezlik keçə bilər. Bu bilirsiniz nə qədər fərq deməkdir? Ona görə diqqətli olun. İzolyasiyası təmiz olan kabellərdən, kondensatorlardan istifadə edin. Bu meqometr sizə Sovet dövrünün ölçü cihazı kimi görünə bilər. Ancaq bu 2011-ci il istehsalıdır. Ukrayna Umman Sənaye Zavodu. Əlbəttə, rəqəmsal meqometrlər də var. Gəlin qısa olaraq analoq və rəqəmsal meqometrlərin fərqini araşdıraq. Analog tipli meqometrlərdə mexaniki göstəricidir, əqrəbli. Bu bizə ani müqavimət oynayışlarını görməyə icazə verir. Ancaq rəqəmsal meqometrlərdə rəqəmsal displey həmişə gecikmə ilə müşahidə olunur. Baxın, bəzən izolyasiyanı yoxlayanda şuplara toxundurda bir anlıq müqavimət göstərir, sonra qalxır. Bu nəmişliyin əlamətidir. Rəqəmsal meqometrlərdə bunu müşahidə etmək çətindir. Dəqiqlik. Analog tipli meqometrlərdə bu nisbətən aşağıdır və adama görə dəyişir. Misal, meqometr 1000 ilə 10.000 MHz arasında göstərir. Bəziləri 5000, bəziləri 4000 meqohm oxuyacaq. Amma rəqəmsal meqometr sizə 3796 meqohm olduğunu deyəcək. Analogda əlavə funksiya yoxdur. İşi müqaviməti ölçməkdir. Amma rəqəmsal multimetrlərdə avtomatik yaddaşda saxlama, çox funksiyalı ölçməklər, Bluetooth və s. əlavə funksiyalar mövcuddur. Analog tipli meqometrlərdə əllə fırlanan dinamometr və ya batareya ilə işləyir. Rəqəmsal meqometrlərdə batareya və ya adapter ilə. İstifadədə rəqəmsal multimetrlər daha rahatdır, kiçikdir, kompaktdır. Qiymətə gəldikdə isə analog əlbəttə ki ucuz, rəqəmsal multimetrlər isə daha bahalıdır. Davamlı. Burada əlbəttə ki analog sözsüz liderdir. Analog meqometr sənaye şəraitində sürətli yoxlama üçün sərt mühitlərdə istifadə olunur. Elektrikçilər tərəfindən tez-tez istifadə olunur, çünki mexaniki quruluşu bəzi hallarda daha etibarlıdır. Rəqəmsal meqometr daha dəqiq nəticə tələb edən sahələrdə, laboratoriyalarda, təmir və texniki baxış zamanı üstünlük verilir. Nəticə. Meqometr elektrik avadanlığının görünməyən problemini aşkar edir. Gərginlik böyük görünsə də cəryan zəif olduğu üçün qorxulu deyil. Əsas məsələ cihazı düzgün qoşmaq, düzgün gərginlik seçmək və təhlükəsizlik qaydalarına riayət etməkdir. Əlavə məsləhətim. Siz texniksinizsə və elektrik mühərrikləri ilə işləyirsinizsə, meqometrdən istifadə etmək praktiki vərdişə çevirməlisiniz. Bu nəinki avadanlığın ömrünü uzadacaq, həm də qəza risklərini minimuma endirəcək. Hörmətli radiotexnika həvəskarları, videonu bəyənməyi, kanala abunə olmağı və sizi maraqlandıran mövzuları, şərhləri yazmağı unutmayın. Kanalın inkişafı üçün sizin dəstəyiniz lazımdır. Hələlik.